ilahi rəng olan məclislərdə oturasan. Münasibət qurduğun adamlar ağıl sahibləri olsunlar. İnsanın ki, vücuduna, təfəkkürünə xəyal hakim oldu, iblisin əlində böyük bir material olur. O xəyalla nələr yaradır, verir ona. Günahın xəyalı günahın özündən şirin olur, daha ləzziz olur. Görsən, elə bir dənə onu qəşəng göstərir ki, adam deyir ki, bu nə gözəldir, amma çatanda günaha və hətta günaha bulaşanda deyir, ömrümü buna xərclədim. İnsan o qəlbi mütməin olanda müminin o çox narahat olur. Aşura ziyarətini mütəmadi oxumaq beynin o təxəyyülün ram olunmasında misilsiz təsirə malikdir. Məhəllədə bir nəfər yaxşı yaşayır, qonşular fəqir, kasıbdır, yoxsuldur. Bu necə rahat ola bilər? Şeytana bu yetər ki, səni bir ibadətdən başqa bir ibadətə çevirə bilsin. İbadət də olsa, bunun istədiyi ibadət olsun. Mənə gəlir ki, müasir dövrdə iblisin ən böyük uğuru insanlara bunu aşılamaqdır. İslam sizin dünyanızı xoşbəxt etməyəcək. Əl-əcəl ya sahibəl əsr. Çığırdın, gəlmədin. Dənsən olsaydın əgər, göylərdə gəzməzdin onu. Yerdə görsəydin, əminsənmi ki, üzməzdin onu. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Doğru Yanaşma proqramını izləyirsiniz. Yenə də bugünkü proqramımızda iblis, şeytan haqqında söhbət olacaq. Maraqlı olacaq proqramımız. İzləyin və dostlarınız da izləsinlər, paylaşın. Yenə də həmişə olduğu kimi dəyərli alimlərimiz, din xadimlərimiz bizimlədir. Axund Azər Sani, salamlayıram sizi. Hacı Mirzəfər Əyyubov, sizi də salamlayıram. Hacı Ramil Bədəlov, xoş gördük Hacı. Elə bugün sizlə başlamaq istəyirəm. İblisin insanı aldatma metodikası, necə insanları aldada bilir, necə, hansı yollarla, usullarla. Ötən proqramımızda bu mövzuda qalmışdıq. İnşallah buradan davam edərik. Söz sizdədir, buyurunlar. Mən salamlayıram dəyərli ruhani qardaşlarıma, əziz ustadları, Allah hifz eləsin. Sizə təşəkkür edirəm suala görə, minnətdaram. Bəli, keçən söhbətimiz gəldi, yetişdi ki, şeytanın metodikası insanı necə aldadır, hansı yollarla aldadır. Nəzər alaq ki, özdə neçə illər, əsrlər təcrübəsi var. Ona görə onunla mübarizə aparmaq da o qədər də asan da deyil. Onu mübarizə də aparmaq istənsə ilk öncə deyir, qarşı tərəfin hiləsini bilməlisən, kələyini bilməlisən. Belə bir deyim də var, deyir, təhlükənin hardan olduğunu bilirsənsə artıq təhlükə deyil. Ona görə biz onun metodikasını bilək və hardan hücum edir, necə hücum edir, bunu anlasaq edə bilirəm, çətin də olmaz müəyyən qədər. Belə bir mövzu var. Keçən söhbətlərimiz lap əvvələ keçir, nəfsdən danışdıq. Orada deyir, şeytanın casusudur nəfs. Deyəsən, Axundun sözü idi. Həqiqətən nəfs də adama hücum edər, nəfsin vasitəsilə. Nəfs deyəndə ariflər, əxlaq ustadları bölürlər onu 3 dənə qüvvəyə adətən. Birini deyirlər idrak qüvvəsi. İdrak deyərkən burada vəhim, əqlin aşağı mərhələsi. İkinci deyirlər şəhvət qüvvəsi, üçüncü qəzəb qüvvəsi. Bu 3 dənə qüvvə nəfslə aid, nəfslə bağlı qüvvələrdir. Və deyirlər, hətta insanda uşaq ikən ki, ilk aktivləşən birinci şəhvətdir, sonra qəzəbdir, sonra xəyaldır. Hələ ilk uşaq deyir, asta-asta o xəyal, vəhm başlayır aktivləşməyə. Və şəhvət, qəzəb və vəhm qüvvəsi və şeytanın da hücum etdiyi nöqtə buradan başlayır. İnsan his qüvvələri vasitəsilə nəsə görür, eşidir, his qüvvələri var da. Görmək, eşitmək, dadmaq, hiss eləmək. Onu ilə ki, insan nəsə ötürür, xəyal qüvvəsi qəbul eləyir. Xəyal qüvvəsi qəbul eləyəndə şeytanın işi deyirlər, əsasən o xəyal qüvvəsindədir. O vəhm qüvvəsinə hücum eləməyə başlayır və orada artıq işlərin görməyə başlayır. Necə? Baxın, mən ilk öncə bu, nəzər alaq ki, bu qələmdir. Bunu gördüm deyir. His qüvvəsi ötürdü bunu hara? Xəyal qüvvəsinə. Bunu çəkdim, yenə də zehnimdədir. Şeytan neyinir? O xəyal qüvvəsini
üstündə iş görür. Belə ki, biraz artıq göstərir, biraz az göstərir, fərqli bir şeylər göstərir, çirkini gözəl göstərir, gözəli çirkin göstərir. Bir nəfərin tutaq ki, nəzərə alaq ki, sənə biraz fərqli baxıb 100%, səndə canlandırır ki, ondan səndən acıq çıxmaq istəyir. Səndən zəhləsi qeyri üz üstürəm, nəsə planı var. Təxəyyül, vəhimdə başlayır şeytan işləməyə. Şeytan başlayır orada işləməyə və özdə bu xəyal qüvvəsi də böyük ariflərdən birinin sözü deyir. O quşa bənzəyir, ağacdan, budağından, o birisi budağa, bu budaqdan, o birisi budağa. Elə hey ora qonur, hey bura qonur. Yəni insan elə hey müəyyən təsəvvürlər, şəkillər yaratmağa başlayır insan zehni. Və fikir versə də deyir insan təmərküzləşə bilmir. Xəyal qüvvəsi insan ram eləməyəndə, bu vəhmi ram eləməyəndə insan təmərküzləşə bilmir. Namazda ki, deyirək, hüzuru qəlb, hüzur yoxdur da, bir dəqiqənin içində nə qədər şeylər fikirləşir. Və buyururlar ki, bunu da ram eləməyin yolu təvəkküldür Allaha, bir təvəssüldür, bir də səbr lazımdır ki, insan bu vəhmi ram eləyir. Şeytan inir. Şeytan həmən o vəhm qüvvəsinə hakim olur. Maraqlı məqam da budur ki, mən baxdım özdə alimlərin fikri biraz fərqli idi bu mövzuda. Bəzi deyir, hətta vəhm özü şəhvətə və qəzəbə hakim olur. Tuli rabitə deyirlər fəlsəfədə. Yəni, onların üzərində hakim olur. Əlçən bütün alimlərin fikri bu deyil, amma maraqlı bir fikirdir. Vəhim gəlir, hakim olur şəhvət qüvvəsinə, qəzəb qüvvəsinə. Vəhmi də idarə edən qıraqdan şeytandır. Necəşirsən? Bu elə bilir ki, bu məmləkətin üstündə durub. Budur da sahib. Amma şeytan qıraqdan nə edir? Vəhmi üzərində işləyir, o təsir göstərir şəhvət qüvvəsinə, o təsir göstərir qəzəb qüvvəsinə. Və 2 dənə də ayə demək olar. Quranda bir ayə var. Ləumənniyənnəhum. Şeytan deyir, təxəyyüllərində nələrsə yaradaram. O mənniyə, şeytan o xəyal aləmində nələrsə bir fikirlər, təsəvvürlər, təsvirlər, şəkillər yaradır. Hətta bir də buyurur, ləuzeyyinənnə ləhum. Zinətləndirərəm. Bəzir. Bəziyərəm, yəni bir fərqli bir şəkil yaradaram. Əl-Rəsəlamın burada mübarək bir cümləsi yadıma düşür. Deyir ki, günahın xəyalı günahın özündən şirin olur, daha ləzziz olur. Görürsən, elə bir dənə onu qəşəng göstərir ki, adam deyir ki, da bu nə gözəldir. Amma çatanda günaha və hətta günaha bulaşanda deyir, ömrümü buna xərclədim. Deyərdi buna 3 ilmi, 4 ilmi, 5 ilmi mən buna xərclədim və çatdığımda bir şey yoxdur. Xəyalı özündən daha ləziz. Görünən budur ki, şeytan vəhm qüvvəsinə təsir göstərir. Vəhmin işi reallığı olduğu kimi göstərməməkdir. Peyğəmbərin duası yadıma düşdü. Ərniləşyaə, kəməhiyyə. Allah mənə hər şey olduğu kimi göstər. Şeytan hər şey olduğu kimi göstərmiş. Qeyri zinətləndirir, ya azaldır, ya çoxaldır, ya fərqli təsəvvürlər, təsvirlər yaradır və insanda o şəhvət qüvvəsini işə salır, qəzəb qüvvəsini işə salır. Mesela bir də görürsən ki, artıq qəzəb qüvvəsi çıxdı. Nədir? Ağıldan çıxdı, cilovu keçdi şeytanın əlinə. Vəhim, vəhmin əlində şeytandır. Amma qəzəb əqlin əlində olsa, ona düzgün istiqamət verəcək. O Əttar Təzkirətül Övliyada deyir ki, şeyx gəldi Cüneydə dedi ki, baxdım, gördüm, qəzəblənmişsən, şeytan da qaçdı sənin yanından. Mən həmişə bugünəcən belə görmüşəm ki, adamı qəzəblənəndə şeytan hakim olar axı. Deyir, Cüneyd qayıdır ona deyir ki, bir qəzəb ki, Allah üçündür, şeytan da qaçar oradan. O qəzəb əgər əql diyansı onun başının üstündə düzgün istiqamət versə, düzgün xətt versə, onda o qəzəb də lillahdır, Allahdır, təbərradır. Xülasə, mən qısa istədim bir giriş edeyim. Deməli, hətta mən bunu deyim sizə ki, özüm bir neçə vaxt, bir neçə gün bu mövzu araşdırıram. Ariflər deyir ki, daha çox hücum elədiyi nöqtə xəyal qüvvəsidir. Oradan vəhmdən işin görür şeytan. Girişdir də. Bu söhbətin üzr istəyirəm. Əvvəlindən ki, biz nəfsdən başladıq ki, nəfs zəminə yaradır da şeytan üçün. İnsan o nəfsin üstündə o qədər incə işləməlidir ki, sizin sözünüzə qüvvət ki, şeytan o vəhmi ələ almasın, səni idarə eləməsin. Və nəticədə belə olur ki, o bayaq ki, ayə düdüzə, əvvəl səni əmin eləyir ki, bu mənim sözüm yox, yəni şeytanın sözü yox, əqlin sözüdür.
Ondan sonra başlayır ona zinət verməyə. Ən çətin məqam da odur ki, insan bilsin ki, bu düşündüyü özünündür, yoxsa şeytandandır. Onları ayırt eləyə bilsə insan, onun üçün də təbii ki, yollar var da. Yollar nədir? Axı, hər adam onu ayırt eləyə bilmir. Bunu mütləq ağıllı adamlar eləməlidir də, ayırt eləməlidir. Onun şərti də odur ki, gərək ağıllı adamlarla oturub durasan. İlahi rəng olan məclislərdə oturasan. Münasibət qurduğun adamlar ağıl sahibləri olsunlar. Və haqq söz deyilən yerlərdə oturasan. Hətta bunun testi də var, yoxlanışı da var ki, görəsən bu məclislərdə sənin ürəyin sıxılır, sıxılmır. Adam var, moizəyə gələndə, məsəl üçün bir vaiz ki, söhbət eləyir, ona qulaq asanda ürəyi sıxılır. Ona qulaq asmağa səbri çatmır. Bunun üstündə insan məşq eləməlidir ki, yaxşı işlərə səbri böyüsün onun. Şərh-i sədr olsun da. Adam var, namaz qılanda çox səbirsiz olur ki, tez qutarım namazı. Namaza qutarandan sonra rahatdır ki, amma Peyğəmbərimiz namaza girəndə rahat olurdu. Bunun üçün mütləq qəlbi elə bir formada insan daim məşq eləməlidir ki, şeytanın bu hiləsinə uymasın. Şeytanın təbii ki, o elə formada incə məsələlərlə müdaxiləsi var insana. O məşhur söhbətdir, hamı eşidər bunu, yada salmaq üçün danışıram ki, böyük bir alimlərdən biri yuxu görmüşdü. Yuxuda görür ki, şeytan kəndirlə çəkib aparır. Öz zəmanəsinin hələ alimlərini. Bu da baxır orada kim var orada, deyir ki, kimləri çəkib aparsan, deyir filan kəsi hamını tanıyır da, özünü axtarır alimlərin arasında. Ki, mən də varam görəsən orada. Baxır, görür, yoxdur, deyir ki, bəs məni niyə çəkmirsən? Deyir, sənə üçün kəndirə ehtiyac yoxdur, sən özün gəlirsən dalımıza. Buradan çıxarılan nəticə nədir? O, necə deyim, insan hətta yaxşı işlərində də, görürsən, bir özünə gedir, bir təkəbbür yaradır şeytan olsun ki, yaxşı işlər çevrilir pisə. Narla nurun arasında nə fərqi var ki? Bir dənə hərf fərqi var. Birində əlifdir, birində vavdır. Bunlar da bir-birlərini neynirlər, əvəz eləyə bilirlər də, xəstə hərflərdirlər. Seyyid İzmir Əhmədli demişkən, nar eynin nurudur, həm nur eynin narudur. Dozəx-u cənnət olub surətdə cana müxtəlif. Cəhənnəmdə nardır, cənnətdə nurdur. Bunların arasında incə bir dənə fərq var. Bu da o deməkdir ki, yaxşı işləri şeytan hələ eləyə bilər ki, çevirlər hamısı bizə bir dənə qabağında təkəbbür qoymaqla. Necə ki, İsa əleyhissalama şeytan deyir ki, Bismillah deyir, demirəm. Deyir, ora Bismillah deyirəm dedə. Deyir, yox, o Bismillahı da sən didizdirirsən deyə demirəm. İnsanın o yaxşı işlərini birdən-birə pisə çevirmək xüsusiyyəti var şeytanın. Zarafat da deyil ki, indi axı bütün dünyanı, bütün aləmləri yaradan pərverdigar hələm-ələm işlər üçün o xəbərdarlıq, o cür ciddi xəbərdarlıq eləməz. Amma şeytan üçün nə qədər xəbərdarlıq eləyir ki, İnnəhu ləkum əduvvun mubin, özdə belə açıq aşikar düşmənimizdir. Necə bilmirsiniz siz bunu? Əduvvun mubin deyir, özdə ki, dinivin düşməni də öyle tək, sənin şəxsi düşmənindir. Burada da incə bir nüans var ki, bəzən insan hələ bilir ki, şeytan Allahın düşmənidir. Allaha kimin nə həddi var düşmənçilik eləsin? O sənin, məhz sənin düşmənindir. Ləkum əduvvun mubin. Çünki o, sən rahat olanda o narahat olur. Sən hasan ki rahat olursan, o başlayır narahat olmağa. Və rahatçılığın içərisində də istəyir ki, görürsən keyfin kökdür, istəyir orada bir dənə haram qatmaqla nəsə dəyişdirsin. İnsan o qəlbi mütməin olanda müminin o çox narahat olur. Hər hansı vasitə, müxtəlif yollarla da istəyir ki, hətta bir vaiz, bir moizə eləyən. Məsəl üçün,
Azər, Axund Azər danışır. Biri qulaq asır Axund Azərə. Azər elə çıxış eləyir ki, bir nəfər qulaq asır, ona deyir ki, sən bu nə qədər bilir, nə yaxşı bilir. Danışdığı mövzuya uyğun deyir ki, Axund nə yaxşı bilir. Məsəl üçün, Mirzəfər ağa danışır. Qulaq asan deyir ki, bəh, İslam nə gözəldir. Bir adam İslamı təqdim eləyir. Bir adam özünün savadını təqdim eləyir. Hətta gözəl söhbətdə də, muizədə də müdaxilə eləyir. Hər hansı variantla olur olsun, hər hansı bir vəziyyətdə olur olsun, istəyir ki, insanın o el məsəl var ya, bulamacaya çöp soxursan, deyir ki, elə bir vasitə ilə istəyir ki, sənin o xalis suyu muzaf eləsin, dəyişdirsin ki, işə yaramasın. Bir alimin fikri yadıma düşdü, deyirdi ki, rəhmətə getdi, o deyir, mən bu sözü getmişəm filan ölkəyə, oradan tapmışam bir kitabların birindən, amma peşman da deyiləm, çox gözəl kəlmədir. Deyir ki, belə bir cümlə idi ki, deyir, kəfali şeytanı nəsibən ən yənguləkə min ta'atin ila ta'a. Şeytana bu yetər ki, səni bir ibadətdən başqa bir ibadətə çevirəbilsin. İbadət də olsa, bunu istədiyi ibadət olsun. Təki, bunu eləsə qazandı. Mən istədiyim ibadət elə. Bizim həmişə işlətdiyimiz söz var ki, Həzrət Hüseynə kömək eləməyənlər yeyib içməyə getmədilər, ziyarətə getdilər. Bir başqa alternativ çıxartdı ortalığa. Allah razı olsun. Mən Quran ayələrindən bir sıralama düzəltmişəm. Təxmini də indi tam ehtiva etmişəm. Elə bilən verilişin axırına qədər bu hamısını demək olmaz. Bir dəfə oxuyun bu siyahını, sonra maddələrin müzakirə eləyərik də. Gözəl olar. İndi ayələrin də hamısını deməyəcəm indi. Çünki uzun ayələrdə şeytan o metodologiya söhbəti, hansı metodlardan istifadə edir? Bir vəsvəsədir, məlumdur. Vəsvəsə və nəcva da var Quran ayələrində, pıçıltı. Yəni, elə sakit, aram səslə adamın beyninin içinə müdaxilə eləyir, təlqin eləyir ki, kobud çıxmasın, düşmənin oxu olduğunu bilməyəsən, özününkiləşdirəsən, doğmalaşdırasan. Vəsvəsə, məlumda da bütün əsas işçi onun vəsvəsədir. Quranda da deyilir ki, şeytanın hakimiyyəti yoxdur konkret. Allah da təsdiq edir, şeytan özü də etiraf edir ki, mən sizə hakim deyiləm. Mən heç kəsi tutub zorla günah elətdirmirəm. Heç kəs. Ancaq professionallıqla, pıçıltı ilə, vəsvəsə ilə. Yəni, insanın qərarını insandan başqa heç kəs vermir. Mələklər bu tərəfə dartırlar, iblis o tərəfə dartır. İkincisi, yalan vədələr. Ma ya'duhumuş şeytanu və ma ya'duhum illa qurura. Aldadır. Hacı Ramil deyən məsələlər ki var və Axund da onu təsdiqlədi ki, şeytan təkcə dinimizin düşməni deyil. Şeytan bizim xoşbəxtliyimizin düşmənidir. Yalandan deyir, Quranda bir ayə var, zəhrətəl həyatı dünya, həyatı dünya. Deyir ki, dünya həyatı gönçədir. Heç vaxt çiçək olmur. Heç bir zaman gülə çevrilmir. Elə insanlar gəlirlər, illərlə yaşayırlar, bax, məndə artıq bu çiçək olacaq, bax, ətir verəcək. Bir də görüşür, aynı axırı yaxşı ömür bitdi. Gönçə vəziyyətində qalır. Heç vaxt çiçəyə çevrilmir. Arzularımız heç vaxt gül açmır. Həmişə gönçə vəziyyətində qalır. Bir Qalanın Sirri filmində var, o Kosa bütün yeri sehirləmişdi, tilsimləmişdi. Nə ot, ələf, gül, çiçək, heç nə yox idi. O filmin sonunda yaxşı bir sonunda. Amma burada şeytan elə eləyir ki, daim insan görür orada nəsə var. İlğım. Elə oturur, gözləyir ki, olsun, çiçək açacaq, çiçək açacaq, çiçək açacaq. Bir də görür ki, o dünyanın qapısı açıldı, amma bu çiçək açmadı ki, açmadı. Əmaluhum kəsərabin. İlğımdır. Üçüncüsü, şeytan ictimai problem yaratmaq istəyəndə ədavət və düşmənçilik icad edir. Xüsusilə şərab və qumar barəsində
o qeyd olunub da. İndi şərab və xumar nümunədir də. İnsanın, o Hacı Ramil deyən kimi, əqlani həyatından kənarda nə varsa o effekt verir. Ya şərab effekti verir, məst eləyir. Ya Ya qumar, hə. Növbəti uzun-uzadı arzular. Və la umenniyennəhum, o həm də bura şamildir. Onlara uzun-uzadı arzular verəcəm. Biraz da get, yaxşı olacaq. Bax, az qalmısan. Bax, sən yaxşı nəticən olacaq, yaxşı uğurların olacaq. Sən o birilər kimi olmayacaqsan. Allah buyurur Quran-ı Kərimdə, Qarunu ki, torpaq udur, var dövləti ilə. Ayə deyir ki, var dövləti o qədər çox idi ki, onun xəzinələrinin açarlarını qolu zorlu pəhləvanlar gəzdirirdilər. Yəni, sıravi gəncin gücü çatmırdı açarları gəzdirməyə. O qədər nəhəng xəzinələri var idi. Hədisədə yazılır ki, yolda gedə-gedə pul səpirdə bəzilərinin arabası qızıldan, atı qızıldan. O qədər var dövləti Allah Taala batırır, sonra bir söz deyir. Qarun başa düşmədi ki, mən ondan əvvəl ondan daha varlıları məhv eləmişəm. Belə xasiyyətlərinə görə. Bizim üçün Qarun, biri çox varlı olanda nə deyir, filan kəsin Qarun kimi sərvəti var deyirlər də. Allah buyurur, mən ondan qabaq o Qarunun var dövləti heç nə də ondan qabaqlayandı. Onları da mən məhv eləmişəm. Onlar başa düşmürlər ki, mən deyən yolla getməsən xeyri yoxdur. Eşq bazarını gəncini Qarun bəzəməz. Ona qiymətdə mənim gözlərimin yaşı çəkər. Yəni, o Qaruna belə Allah buyurur ki, sənin nəyin var idi ki? Səndən, buyurun. Seyid, çox üzr istəyirəm. Bəzi psixoloqlar pasiyentlərinə deyirlər, sən güclüsən, sən bacaracaqsan, sən qüdrətlisən, əzəmətlisən və s. və ilaxır. Bəzi xəstələr, pasiyentlər bunu doğru başa düşmürlər və təkəbbür yaranır. Özgüvən çevrilir təkəbbür. Bəli, buna da toxunarsınız inşallah sözün. Biri təsvifdir. Quranda açıq-aşkar təsvif kimi gəlməsə də bu anlamda gəlib. Sabah-sabah salmaq, təxir, təsvif. Sabah tövbə eləyərsən. Sabah yaxşı olacaqsan. Yusuf Aleyhisselamın o qardaşları dedilər ki, öldürək, sonra əməli salih olarıq. Növbəti, bəzən iblis hər tərəfli hücum edir. O keçən verilişdə o ayə deyildi də, sağdan, soldan, arxadan, qabaqdan. Yəni, hara boynunu dartırsan, dartınıb baxırsan, iblis kəsir oranı. Özündən yuxarı baxsan, rahatçılıqdır. Alnıvı qoysan, rahatçılıqdır. Onu da qoymur da, nə yuxarı baxsan, nə gedə bilsən, rahatçılıqdır. Ona da imkan vermir də. Elə oradan qırılasan ki, baxarsan da, göyə aşağı. Növbəti, addım-addım azdırmaqdır. Quranda deyir ki, la təttəbəu xutuvatı şeytan. Şeytanın ləpiri ilə getməyin. Hər addımda bir azğınlıq verir. Hər addımda bir. Növbəti qəflət yaratmasıdır. Özdə iblis Allah dərgahından qovulanda dedi ki, mən ona görə sənin bəndələri azdıracağım ki, sən məni azdırdın. Bima əğvəytəni ləuğviyənnəhum əcməin. Rəbbi bima əğvəytəni fələuğviyənnəhum ya ləuğviyənnəhum əcməin. Sən ki məni azdırdın, qəflətə, məni çaşdırdın, karıxdırdın, mən hamısını karıxdıracam. Allaha deyir ki, sən məni çaşdırdın, ya azdırdın. Müfəssirlərin iki söz var. Bəziləri deyirlər ki, düz deyir. Amma Allah niyə görə onu azdırdı? Meyilli idi. Kânə minəl kafirin. Əvvəldən kafir idi. Əvvəlki hidayətlərə ləbbeyk demədi. Allah cəza olaraq azdırdı. Növbəti təxvifdir. Təxvif çox bərbad şeydir. Balaların necə olacaq? İnnə şeytan yuxavvifu əvliyaəh. Şeytan öz dostlarını qorxudur. Götür də bu haramı. Sabah necə olacaq vəziyyətin? Ya'idukumul fəqr və ya'murukum bil fəxşa. Birinci deyir ki, vəziyyət pis olacaq, kasıb olacaqsan, ya ki, sonra deyirsən, get oğurluq elə, get faiz ver, sələm al. Dəhşətdir, dəhşət. Növbəti təzyindir, bəzəməkdir. Zəyyənə ləhumuş şeytanı ə'maləhum. Bəhanədir bu, yoxsa başqa? Yox, şeytan elə eləyir. Ona qayıdacaq. Ramil dedi, vəhm, mövhum təfəkkürlər, əqlanı olmayan təxəyyüllər, xəyal aləmində yaşamaq.
İblis xəyal iblisin çox gözəl materialıdır. Super materialdır. Yəni ondan super saxta qəlb şeylər düzəldir insan üçün. Təxəyyül aləmində. İnsanın ki vücuduna, təfəkkürünə xəyal hakim oldu. İblisin əlində böyük bir material olur. O xəyalla nələr yaradır verir ona, nələr yaradır verir ona. Bəziyir hər şeyi. Nəhayət indi mənim yazdığım sonuncusu günahları asanlaşdırmaq. Kəş elə böyük günahım belə olsun. Kəş elə bizim günahımız belə olsun. Mənim nə günahım var? Ən çox acığı gələn Əslində sözdür. Kimin toyluğuna daş atmışam deyir. Əslində din çox asandır. Şeytan onu çətinləşdirir. Əslində. Belə deyək də, icazə ver redaktə eləyim də biraz. Yəni Əlbəttə ki, din onu dedim ki, redaktə eləyir. ya da korrekt eləyim. Din sadədir. Asan deməyək, sadə deyək. Qəliz deyil. O zəhmət tələb edir. Asan daha gözəl idi. Yaxşı. Kim üçün asandır, kim üçün sadə? Qəliz deyil, zəhmət tələb eləyir. Əslində nədir? Allah nə deyir ki? Bizim ustadlardan biri, Allah rəhmət eləsin, deyirdi ki, Allahın göstərişlərinin çoxu eləmədir də. Elə deyil ki, enerjin getsin. Eləmə. Haram yemə. Qeybət eləmə, söyüş söymə, yalan danışma, zina eləmə, adam öldürmə. Hamısı eləmə. Otur yerində də tərpənmə. Təqdimatdan çox şey asıldı ya. Bir var ki, böyük mollaya deyir, kimsə əlvi ver və bir də deyir, al əlimi. Mesela sən təqdimatdan çox şey asıldı ki, sözü necə deyirsən ki, qarşı tərəf rahatçılıqla qəbul eləsin. Elə sözünü qəbul eləmirsə, filan şey eləmə. O daha rahat olur da. Əslində bizim macəra axtarmağımız bizim başımıza bəladır. O da o xəyal qüvvəmiz dayanmır bir yerdə. Və seyr-sülük ustadları deyirlər İslam psixologiyasının, İslam mənəvi inkişaf, əxlaqi inkişaf, irfan. Ariflərin. Alimlər deyirlər ki, ən çətin məqam onu təmizləməkdir də. Yəni insan bütün əməlləri falan, hər şeyini təmizləyir. O təxəyyül ki, ürkək bir quş kimi oradan ora qonur. Və mərhum Əllamə Təbətəbaya buyururdu ki, Aşura ziyarətini mütəmadi oxumaq beynin o təxəyyülün ram olunmasında misilsiz təsirə malikdir. Allah Taala o lütfü eləyir. Seyid adam elə bilir ki, namaza gəldi və salam şeytanı qoydun ayağının altında da, güc gəldin ona. İndiki şeytan namazda da adamla o da mərhələnin təxəyyül aləmi ilə insanı sındırır. Namazdan sonra deyirsən, mən namaz qıldım. Bu nə namaz idi qılmışdı? Ümumiyyətlə, şeytan bir yerdə daha çox gücün çox səfərbərləyər. Ümumiyyətlə, neçə yer var, o indi birdən gəldi, baz zehnim, mən birim fikirləşdim, olanı deyərəm sizə. İndi birinci qoyduğum Malikəşlərə deyir, əleyhissalam, deyir, gördün səni insanlar tərif eləyir. Bir ki, şeytan bütün gücünü səfərbərləyib müğayət ol günah. Allah, Allah. Bütün gücünü səfərbərləyib müğayət ol günah ki, birdən itirərsən özbədə, onu yox, özvə görərsən. Bu bir. Bir də insanın hədəfi biraz böyük olanda, şeytan daha çox güc sərf edir. Yəni, iddialı olanda. Bir nəfər gəldi, bir Arifə dedi ki, mən bir düstur ver, nə bilim, tapşırıq ver, yaxşı bir gedin bir yerə. O da ona bir tapşırıq verdi, getdi bir 20-30 gündən sonra gəldi, dedi, ustad, bağışda bir cürət edib bir söz demək istəyirəm, deyir, buyur da. Deyir, mən belə deyək də, əvvəl bu zikri verməmişdən qabaq, rahat şəkildə gözümü harama baxmaqdan yumurdum. Səni tapandan sonra inansan ki, mən çətinləşib də, yəni bu günah eləməməyim mənə. Ustad qayıdır, deyir ona ki, tələbə deyir, sən əvvəlki də cılız məqsədlər üçün, hədəflər üçün yaşayırdın, o qədər sənlə güc səfərbər eləmirdilər də. Amma indiki daha bir dənə bir hədəf qoymuşsan, zirvəyə qalxmaq. Artıq tamamən ayılıblar da artıq, ayıq sayıqlar. Ya bu hara getmək istəyir, bu hara getmək istəyir, orada artıq güc tökülür. Hətta mən təslimdə çıxdı qabağıma, deyir şeytan, o ayəni də oxuya bilərəm. Mən o ayəni oxuyanda çox dəhşətə gəldim, inan Allaha. O hekayəsini deyəcəmsə, Musanın hekayəsidir də. Bunu stat gətirir təslim təfsirinin müəllifi, deyir ki, şeytan deyir, Peyğəmbərə hücum eləyə bilməz, ətrafın əli ilə işini dağıdar. Vay o gündən ki, insanın ətrafı. Orada bir dənə misal çəkir, deyir, orada bir nəfər dalaşırdı, Musanın tərəfdarlarından biri idi, o tərəflə. Musa gördü, çağırdı Musanı da.
Musa gəldi, deyir, bir dənə vurdu. Sirrin üstü açıldı da. Bir dənə vurdu, o öldü. Özü də bir dənə vurdu. Bir dənə vurdu. Vuran əldə vardı Musanın. Yəni beyzası da var idi, əsası da var idi. Bir dənə vurdu, yıxıldı, öldü. Bu geçdi, biraz yayıldı, kim öldürür bilinmirdi axı. Aya budur, aya baxarsınız. Sabahsın gördü, bu yenə dalaşır. Buna görə Musa düşüb işə. Musa qırağını da sən neynirsən? Da putar da. Musa yaxınlaşanda ki bunu, bu da elə bildi ki, Musa gəlib bunun üstünə də bu dəfə. Dünən öldürmədin sən. Bu gün də mən öldürmək istəyirsən. O təsəvvürlə bu dünən buna görə yazlığa görə vurub. Oradan deyir Musanın işi nə oldu? Çıxdı da, ona görə çıxdı Misirdən. Çıxdı Misirdən. Düzdür, Musa da onu ilahi təqdirlə fürsətə çevirə bildi. Getdi Şüeybi tapdı, Şüeybin balaları. Amma ümumiyyətlə Allah Taala bu necə sistem qurubsa, hayana fırladırsa nə Allah qalib gəlir də. Nə eləyirsən elə, sonda Allah qalib gəlir. Əli Əleyhisselam Nəhsübəqədə buyurur, kim Allahla güləşsə əmin olsun ki, öz kürəyi dəyəcək yerə. Hayana fır, Yusuf atıldı, Yusuf Əleyhisselam atıldılar quyunun dibinə ki, atamızın gözündən uzaq olsun. Elə vəziyyət yaradır ki, hamı möhtac olur Yusuf Əleyhisselama. Gedir padişah olur. Biri oldur ki, gedir Misirdə sultan oldu. Həmin səbəb. Biri, buyur. Başda bir nəfər yaxınlaşır ustadlardan birinə deyir ki, mənə o bayaqki söhbət kimi bir dəstur verginən bir əməl ki, mən inkişaf eləyim. İndi bu gözləyir ki, nə boyda yazı verəcək ki, bunu elə, bunu elə, bunu elə. Deyir ki, gündə 5 ayı oxu İmam Zamana hədiyyə elə. Bir kəlmə bunu deyir, qarşı tərəf deyir ki, ağa, mən dedim ki, sən mənə bir xeyli ağ bir şey verərsən, kişi hiddətlənir, əsəbləşir. Deyir ki, bir nəfərdən acığın gəlir, gəlib qapıva, səhər bir gül qoyub getsə neynərsən, deyir, təpiyinə vuraram. Deyir, ikinci gün eləsə neynərsən, deyir, yenə 3, 5, 10, 15, axır yumşalarsan ona tərəf, deyir, hə. Deyir, İmam Zaman səndən, məndən də ürəyi yumşaqdır, deyir, bizləri istəyəndir. Sən bu əməli heç nə bilmə, əsas oradan mütəmadi ol ki, o işlərin üstündə mütəmadilik var, ha. Şeytan mütəmadiliyi sındırır. Əgər başlamamısansa, o işi sənin gözündə yaxşı işi heç nə göstərir, kiçik göstərir ki, iqdam eləyə bilməyəsən. İqdam da elədin, başladın bir işə, başlayır yarı yolda səni neynəməyə, axsatmağa, həvəsdən salmağa və s. O mütəmadilikdə bir söz deyim, icazə ver. Buyur. Niyə görə şeytan mütəmadiliyi sındırır? Çünki şeytan təkəbbürlüdür. Görəndə ki, bir nəfər əl çəkmir, imtina edir, ondan uzaqlaşır. Sonra başqa yolla gələcək, amma o işdə əl çəkir. İnsan ki, davamlı şəkildə müsbət bir işlə məşğul oldu, iblis uzaqlaşır. İblis tez məyus olandır. Bir şərtlə ki, insan dayansın. Amma dönüşü sonra möhtəşəm olur da, başqa variant da gəlir də. Ta o vaxta qədər ki, tamam ona başa salarsan ki, sənin məndən umacağın yoxdur da, qurtardı. İnsan ki, bədəni get-gedə ruhuna hakim olmağa başladı. O da necə baş verir? Çox yatmaq, çox yemək. Tənbəllikdir. Bunlar artanda bədən ruha hakim olmağa başlayır. Burada artıq səhnə açılır şeytanın gəlişinə. Yəni şeytan artıq daha çox neyləyə bilir, hakim ola bilir. Elə bilsən ona vəziyyət, belə deyək də, şərait daha çox yaradırsan. Ona görə Əleyhisselam bir mübarək sözü var. Deyir ki, la yetiştəmiyul əzimə vəl-vəlimə. Deyir ki, bütün günü qonaqlıqlarda ömrünü keçirən böyük məqsədlərə yetişə bilməz. Əzimə, yəni o, belə deyək də, əzimkarlıq. Sən böyük yerə yetişmək istəsən. Bu şey yaxşı cavab verirdi buna. Əllamə bir əsərlərin birində deyirdi ki, nəzər al, sənin bir canın bir məmləkətə bənzəyir. Deyir ki, belə bir dənə şəhər nəzər alın ki, bir nəfər professor gəlib, cəmaat eşidib o gəlib, ona bir iş tapşırıblar, o zibilxananı təmizləyir də, başa düşdüm. Deyir, bildim, o da təmizləməkdir, o da təmizlənməlidir, söz onda deyil. Amma o təmizləyənlər var da, bundan daha böyük yararlı
nəticələr, nələrsə əldə eləmə. Deyir, ruh da elədir. Deyir, o qədər insan yeyir bəzi vaxtlar ki, ruh gücü tökür o tərəfə, yeməyi həzm eləməyə xərcləyir. O boyda məsələn şəxsiyyəti gətirib xırda, hansı kinoda deyir, əl çəkdə bu xırda xuruşal verdən. Bəzən cəmiyyət o qədər fasid olur ki, Əli ibn Əbi Talib əleyhissalam oturur məscidin bir küncündə Kəbul Əhbar moizə eləyir cəmaat. Bəli, həsən. Elədir. Bəli. Və bu insan, bir də budur, bir şeytanın da insana bir hücum etməsinin amillərindən də biri insanın yeməyə daha çox vaxt ayırması. Belə deyir, yeməmək demirəm, yəni işi, peşəsi bu ola, zikri, fikri bu ola və yaxud daha çox yuxu ilə yatmağa ömrünü həsr eləsə, şeytanın hücumu da çoxdur. O ayə var, İstəhfəzə aleyhimuş şeytan, İmam Hüseyin ağa da Ənsahum zikrallah. Aşura günü İmam Səccad əleyhissalamın son sözündə dedi, necə oldu ata vəziyyət? Dedi, İstəhfəzə aleyhimuş şeytan fəənsahum zikrallah. Şeytan bunlara hakim oldu, bunlar Allahın zikrini unutturdu bunlara. Yəni, nə deməkdir? Allahın zikri bizim daim Allah dediyimiz var. O sufilər kimi, estağfurullah, subhanallah, subhanallah. Bu çox gözəl, daha bu zikirlər, adamın dili zikri öyrənsə yaxşı. Amma bunun Əli əleyhissalam bir sözü var, buyurur ki, dini bir qab olaraq üz aşağı çevirdilər. İçində heç nə qalmadı. Qabıqdanmış, qabdanmış. O cür Allahı yox. Allahı, Allahın müdaxiləsini, Allahın hakimiyyətini, Allahın sözlərini, Allah hər an hazırdır, hər şey Allahın hüzurudur, bunları unutturur şeytan. Bunları unutturandan sonra axşama kimi Quran oxusun. Maral. İstərsiniz vilayət mövzusudur. Vilayət mövzusundan azdırır. Baxırsan, başdan ayağa şeytanın müharibəsi vilayət mövzusudur ki, yəni vilayət nə? Allahın əmri, Allaha ibadət, itaət hardan keçir? Allahın nümayəndəsindən gəlir keçir də. Allahın nümayəndəsinin sözünə qulaq asmısan, Allaha necə ibadət edirsən? Bir də acı orada bir söz keçir, istəhvazə. İstəhvazə havuz sözündən götürülür. Havuz heyvanın ayağına, buduna deyərlər ki, adam çıxanda dəvənin üstünə, atın üstünə vuraraq. Şeytan deyir, çıxar insanın belinə, əlində ipi, ləəhdənikənlə də var axı. Hənəş də atın cilovuna deyərlər də. Cilov da əldə, qamçı da əlində. Yəni, insanı üzr istəyirəm, heyvan həddini endirər. O ayə ki var, uləəkə kəl-ənam, heyvan kimidir. Bu həqiqətdir də, yəni doğrudan heyvan kimi edir. Və bir dənə hədis yadıma düşdü ki, deyir, bəzi rakiblər, mərkublar daha doğrusu, rakibdən daha üstündür. Mərkub miniyə deyirlər, adam çıxıb o miniyin üstündə gedir, o altdakı ondan daha nədir, üstündür. Yəni, İblisin çox böyük uğurlarından biri müasir dövrdə həyasızlıq istiqamətində uğurudur. Həyasızlığı cəsarət kimi təqdim edir və kompleksizdir. Mənim kompleksim yoxdur. Mən çox cəsarətliyəm bu işlərdə. Çox yaxşı sözdür, axun, həyasızlığı açdım başımı, üzümü, gözümü göstərdim, çox cəsarətliyəm və istədiyimə də çatdım. Sən istədiyimə çatdın, arada itənlər var ha, arada itirdiklərim var ha. Onu heç bu üzründən dəyişə çox şeylər dəyişir. Məsələn, ağzına gələn qarşı səvə deyirsə, o da mən çox səmimiyəm ona görə. Və səmimiyyət o deyil, nə gəldi cəmaata deyirsən. Dəyişdikcə cəmiyyətin dəngələri dəyişir, cəmiyyətə hakim mentallar, adətlər dəyişir. Artıq sabah deyə bilmirsən, sən düz eləmirsən. Deyir, nəyə görə düz eləmirəm? Hamı mənim sözümü qəbul edir, hamı mənim tərzimi qəbul edir. Niyə görə düz eləmirəm? Artıq mental sözü işlətməyi də adam qorxur, ha? Belə bir vəziyyəti gətirib bilər ki, mental dəyərlərdən, mentalitetdən danışanda, dayan görmə, dayan filan, bəzən, yəni, vəziyyət bu həddə. O bayaq cəsarət söhbətidir də. Həmən. Yəni, sanki bu adam böyük bir inqilab eləyib, bütün hasarları, divarları, manələri yıxır, məhv eləyir. Axı, sən göz nə qədər uşağın qaldı. Effekt də verir, ha, nə barədə? Qeyri-adi iş görəndə hamı fırlanır, baxır da sənə də.
Hamı normal səslə danışır, sən bir dənə fərqli səslə danışanda istər-istəməz hamı çevrilir, baxır sənə. Sən də elə bilirsən ki, nəsə bir yenilik elədin. Bəli. O Uçuruma qədər o gedir. Ən gözəli odur ki, elə sadə, adi bir gedişatla elə bir iş görəsən ki, Əli əleyhissalam deyir, dininiz sizin qardaşınızdır. Ondan necə? Dininiz sizin qardaşınızdır. Bəli. Ondan müğayət olun. Qardaşlıq necə olur? Əvvəl sən kiçik qardaşsan, din səni hörmətə mindirir. Falan kəs namaz qılandı, oruç tutandı. Sən gərək sonra böyüyüb böyük qardaş olasan ki, dinə mühafizəkar olasan, dini qoruyasan. Din deyəndə ki, yəni haqq yolu, düzgünlüyü. Din deyən kimi hamı gedir, girir meçidin içinə, gedir, girir palatkedə mollanın yanına, başa hə, din oldu, hə, bu dini söhbət. Yox, dini qoyaq da, adın din qoymayaq, nə qoyaq? Düzgün yaşayış. Ya o Mövləvinin Düz yaşa fil da. məsələsi gəlmişdir ortalığa. Nə Bir məsələsi? neçə körün içinə bir fili gətirirlər. Məsnəvidə Mövlədir. Mövlana Cəlləddin Rumi deyir. Deyir ki, həriyə bir dəfə toxunmaq icazə verilir. Biri toxudur filin xortumuna, deyir bu borudur. Biri toxudur filin qulağına, deyir bu xalçadır. Biri toxur filin ayağına, deyir bu dirəkdir. Biri toxunur filin quyruğuna, nədir? Mövlə baxır, deyir ki, heç kəs başa düşmədi ki, bu fildir. Fil də deyəndə sakit. Boru kimi xortumu var. Sakitləşdirici vurmuş. Boru kimi xortumu var. Nə bilim, palaz kimi qulağı. Amma bu fildir. İslam'a da elə baxışlar var. Hərə bir tərəfində. Biri deyir ki, İslam sadəcə gözəllikdir. Başlayır İslamın o gözəl tərəfləri haqqında danışmağa. O bir deyir, İslam qəddarlıqdır. Başlayır müharibədən danışmağa. O bir deyir, İslam elmdir. Bax, Quranın elm möcüzəsinə. Qardaş, bu İslamdır. Hamısı var mı? Bu İslamdır. Vitaminlər kompleksidir. Bunun içində hər şey var. Ana Yaxşı südü kimi. mənada. Bəli, ana südü kimi. Yəni insanın başına hər şey gələ bilər. Hər hala düşə bilər. İslam hər yerə müdaxilə eləyir, hər yerə. Hətta elə yerə ki, insan orada tək özü olmalıdır. Başqa heç kəs olmalı deyil orada. Orada müdaxilə eləyir ki, bunu belə elə, onu elə elə. Yəni ki, Allah sənə nəzarət eləyir. Özü elə bir yolda sabit qədəm eləginə, düzgün yolunla gedginə. Onun içərisində eşq var. Təbii ki, eşq sonuncu pillədədir. O ən ali məqamdır eşq. Amma bu demək deyil, İslam başdan başa eşqdən ibarətdir. Eşqə çatmaq üçün hələ hey nə qədər nərdivan çıxmalısan. Bəs onlar harada qaldı? Mənə gəlir ki, müasir dövrdə iblisin ən böyük uğuru insanlara bunu aşılamaqdır. İslam sizin dünyanızı xoşbəxt etməyəcək. Bəli. Din bədbəxtçılığı gətirir. Bunu aşılaya bilib. Buna kömək eləyənlər də var ha. İcazınızı bir dənə Onu ayə da deyim qeyd də. eləyin də. Bir dənə ayə deyim bu mövzuda. Əmməllezine suidu fil cənnə. Allah Teala deyir, kim bu dünyada səid oldu, cənnətə gedəcək. Yəni nəinki burada bədbəxt ol, get cənnətdə xoşbəxt ol. Sən bir din ki, səni bu dünyada xoşbəxt eləyə bilmirsə, bir din deyir ki, səni səid eləyə bilmirsə, saadət əhli eləyə bilmirsə. Lillezine əhsanu fil hayatid dunya lahumul husna. Bəli. Yəni dünya həyatında da Allah deyir gözəllik verməyə. Vələv ənə əhləl qura amanu vəttəqəv ləfətəhna aleyhim bərəkatin minəs-səmai vəl-ərd. Əgər insanlar iman gətirib təqvalı olsalar, mən göyün və yerin bərəkət qapılarını açaram onların. Ma rəaytu illə cəmi. Hə. Bir də maraqlı görsən o ayə təklərdən də söhbət getmir. Ha, fikir versəz deyir, "Vələv ənə əhləl qura." Bəzi lütflər var ki, sən tək eləsən alınmayacaq. Əslində Allah insanı bir növ başa salır ki, sən yalnız özünü düşünsən, xoşbəxt olmayacaqsan, bərəkətsiz olacaqsan, bərəkətdən məhrum olacaqsan. Sən mağaraya çəkilməyin, indi müasir dönəmin hər öz mağarası var da. Özünə qapanmaqla, yalnız özünü düşünməklə. Amma bu sözün bəlasını da qeyd eləyək, yanlış anlaşılmasın. Yəni o demək deyil, bütün cəmiyyət fəsaddır, tək sən təqvalısan, möminsən, sən xoşbəxt olmayacaqsan. Yox, xoşbəxt olacaqsan. Amma bu ayədəki xoşbəxtlik deyil, hər tərəfi bərəkət bürüyəcək. Bu sadəcə səndə olacaq. Mən onu istəmirəm. Mən bunu istəyirəm ki, o tək var ha, yalnız özünü düşünsə, o iş əmr be mərufu atsa kənara və cəmi fikirləşməsə, mən bunu istəmirəm, bu da xoşbəxt olmayacaq. Çünki səndən Allahın gözləntisi öz dərgahında tək gözləmir. Əməllərdən biri də ictimai yaşayışdır. İyyəkə nə'budu. İnnəl insana ləfi xusur.
İstisna Əhsən. qoyur. İllellezine. 4 dənə istisna qoyur. Yəni. Əmənu və əmilus salihat bu fərdi islahatdır. Və təvasav bil haqq və təvasav bis səbr. Axı İctimaidir, tövsiyə ikisi ictimaidir, ikisi Yəni fərdidir. fərdi xoşbəxtlik üçündə məcbursan cəmiyyətdə nəsə eləyəsən. Bir O məhəllədə əsfar da orada 4 səfərdən birinin deyir cəmi gətir də. Bəli, tamam. Getginən cəmlə gəlginən. Tək mənim dərgahıma gəlmə. məhəllədə bir nəfər yaxşı yaşayır, tutaq ki də çox yaxşı vəziyyətdə yaşayır. Qonşular fəqir, kasıbdır, yoxsuldur. Bu necə rahat ola bilər? Necə xoşbəxt ola Vicdanı bilər? varsa necə xoşbəxt olacaq? Bəli, və yaxud da ki, bunun balaları Amerikada oxuyur, falan yerdə oxuyur, falan yerdə hamı savadlı, falan qəşəng yaşayışı var. Qonşunun uşaqları narkomaniyadan əziyyət çəkir falan. Ya ona da heç bir kəlmə demir və yaxud bir səy etmir, aparıb bir müalicə mərkəzində müalicə etdirmir. Heç bir şey səy etmirsə, bu adam necə xoşbəxt olar? Qonşunun uşağı pis yola düşürsə, narahat olmursansa, Mənimki yaxşıdır, ağıllıdır. Hətta əlhəmdülillah. o ilə fəxr eləyirsən. Bu bənzəyir bu şeyə ki, qonşunun evi yanır. Narahat olmursan. Bu gəlib sən, bu alov gəlib sənin evə də çatacaq da. O bazarda birinin yanır dükanıya, Bəli. gəlir görür ki, bununki yanmayıb, hamı yanıb, deyir, əlhəmdülillah, Mövlana buna gözəl bir təmsil edib də. Yəni, həqiqətən də Yoxsa cəmaatın... o əlhəmdülillaha görə 20 il Ömür boyu. əstəğfurullah demişəm. Bəli, peşmansın. Peşman olmuşam. Bir vaxtımız biraz qalıb, ola bilər mövzunu dəyişək, amma yenə də Dəyişmir, nə üçün, nə qədər Yox, mövzu şeytandır, var. qəşəng, kimi söhbət Şeytan. söhbət edirik, qəşəng hara gedir. dəyişir? Amma məsələ nə diqqətimi çəkdi, ümidvaram ki, inanıram ki, tamaşaçı da istəyər bunun üzərində durasız. Qəşəng bir söz dediniz. Allah həmişə Mən inanmıram qalibdir. Allaha onu düşünürdüm. Bəli, və mən istədim o onun Seyyidin üzərində Ustad dursun. gətirmək istəyirdim ki. Bəli, Seyyid bəli. bir gözəl cümlədir Allah ki, hara həmişə. dönsən Bəli. Allah qalibdir. Aha, amandır. Amma çox uzun çəkir də. Məsələn, Nuh peyğəmbər 950 il. İnsanlar gəlirlər, deyirlər, nə oldu, niyə bəs belə də gəlmir də bu da, bu Allahın bəlası bunlara, Nuh'a inananlar. Amma 950 il çəkdi də və yaxud da xilaskarların gəlməsi, o Düz yer istəyirəm, o üzərində, o 900 ənəmun nələlədiyinə, o 950 il o Allah Taala'nın qlobal məqsədidir. bunu demək istəyirdim ki, Yoxsa ki, cavab verəsiniz. 950 hər 100 ildə bir iki nəfər xoşbəxt olur, damız bədbəxt olmur ki. Bunun hamısının cavabını o məşhur həm Ruzi ayəsidir, həm müşkilatın həlli ayəsidir. O səhv eləməsəm Təlaq surəsidir, Təhrim surəsidir. Təlaqdadır mənim. Və mən yettəqillahə yəcəlləhu məxrəcə. Məxrəcə. Kim təqvalı olsa Allaha görə, Allah üçün çıxış yolu qoyar. Və yərzuqhu min haythu la yahtəsib. Ağlına gəlməyən yerdən ona ruzi verər. Və mən yetəvəkkəl aləllahi fəhvə həsbuh. Kim Allaha təvəkkül etsə, Allah kifayətdir. Sual yarana bilər ki, necə kifayətdir? Buyur, innəllaha bəliğu əmri. Allah öz əmrinə daim çatır. Öz məqsədinə daim çatır. Amma tələsməyin. Qad cəalallahu li kulli şeyin qədra. Həm də o Allah hər şeyin tufan var miqdarını idi təyin ya. edir. Ağa, o Hesablayın. xoşbəxtçilik dördü ki, yəni nicat dördü ki, o əslində bəla idi. O 950 il ərzində yaşayanlar oldu, xoşbəxt ölənlər oldu, falan oldu. Bu sonunda ki, o yerə gəldi, çıxdı. İnsanların azğınlığı o məqama gəldi ki, bir oc oradan çıxarıldı ki, bunlar məhv olsun. İstənilən halda Nuh peyğəmbər kimi əzəmətli ulul əzm peyğəmbər çox İstənilən az bir halda insana hər haqqa yerdə, gətirmişdi. hər yerdə, məsəl üçün Həzrəti Yusif ki, sonda gəldi Misirdə sultan oldu. Axı əvvəlində də bədbəxt ördü. Quyunun dibində də bədbəxt ördü. Quyunun dibində də şükr eləyirdi, həmd eləyirdi. Qardaşları üçün dua eləyirdi və sonda sən bu adamın o qəlbinin genişliyinə baxınca ki, sonda deyir ki, qardaşlarım, demir ha, qardaşlarım mənə xəyanət elədi. Dedi ki, şeytan onlara qalib gəldi, o ixtilaf saldı onların arasına. Orada da qardaşlarını yenə də o pis düşünmür. Deyir ki, şeytanın işiydi bu. Mən bir şey əlavə eləmək istəyirəm icazənizlə. O sualtı qayada olanlar, ya kosmonavtlar nəyə güvənib elə yerin ən dərinliyinə, göyün
7-ci qatına qalxırlar. Ona güvənirlər ki, qayıda biləcək. Çıxış yolu əlimizdədir. Bir nəfər mömin insan, inanan insan, natural, orijinal, səmimi insan hər bəlaya düşsə, ilahi təvəkkül yolunu həmişə bilir ki, mənim arxamdadır. Sadəcə müəyyən sınaqlar üçün mən bura düşmüşəm. İstədiyim vaxt çıxa bilərəm. O imanı zəif olan dərd götürür ki, deyəsən mən bədbəxt oldum. Hara bədbəxt olursan? Yuxarıda Allah var, yerin dibində Allah yoxdur. Möhtəşəm. Allahın o Cavab göstərdiyi möhtəşəm. yol var, o nümayəndə var, yol göstərən. İn istətətu men tenfuzu min aqtarus semavat vel ard. Pожалуйста, tenfuzu. Buyurun, nüfuz eləyin. La tenfuzuna illa bi sultan. Yol göstərən olmasa alınmayacaq sözdə. Əgər yol göstərənin yolu ilə getsən, Sidratul Müntəhaya da gedib çatacaqsan, mantarı keçib nüvəyə də gedib Bəli, çatacaqsan. nəticə Eynəma tuvallu fəsəmmə vəssullah. Nəticə budur. Üzvara çevirsə gözəl. Allah. Bəli. Və belə deyək də, gətirək söhbəti bura bağlayaq ki, Həzrəti Mehdi Allah Təala Fərcəhu Şərifin zuhurunu gözləyənlər var, minlərlə, milyonlarla intizarda olanlar var da. Məsələn, həmişə də deyirlər, niyə gəlmir, niyə göndərmir Allah? Təbii ki, bunu üsyankarlıqla demirlər də, bir hardasa bir istəyirlər də. Yəni imam gəlsin, zülmdən dünya azad olsun, amma çox uzun çəkir, əsrlər çəkir. Bu baxımdan şeytanın zahirən qələbəsi görünür, fitnə, fəsad falan yer üzərində. Amma bir gün təbii ki, bizim ümidimiz var, siz bayaq dediyiniz kimi, ümidimiz var ki, o xilaskar gələcək və bütün dünyadan zülmü, fitnəni, fəsadı aradan aparacaq. Amma çox uzun çəkir. Yenə bayaq ki, suala bir növ Hər çətin asan olur, amma çətin asan. Bəli, bəli. Əl açıb Amma məsciddə bir gec olur, xeyli güc olur. bağırdım, gəlmədi. Əl-əcəl ya sahibəl əsr çığırdım, gəlmədi. Sən haçan ixlasla, imanla çağırdın, gəlmədi. Sən olsaydın əgər, göylərdə gəzməzdin onu. Yerdə görsəydin, əminsənmi ki, üzməzdin onu? Çağırış düz deyil. Çağırış düz olsa gələr. Əhl-i Kufə də İmam Hüseyni çağırırdı. Mən demirəm, amma heç kimin çağırışı düz deyil. Yox, onu demirəm. Sadəcə olaraq çağıranlar nə məqsədlə çağırır? Doğrudan da mı sən zülmə qarşısan? Yoxsa hansısa bir zalimdən acığın gəlir, çağırırsan. Fərqli şeylərdir bu. Bunu bu ayəyə də tətbiq etmək olar da. Ud'uni istəcib ləkum. Allah da deyir, məndən istəyin, məni çağırın. Bunu bütün dualara şamil eləmək olar. Əgər Allahı çağıra bilsəydik yaxşı, yəni doğru şəkildə, Allah bizim bütün dualarımızı qəbul edərdi. Peyğəmbərimiz heç çağırmırdı, elə göyə baxırdı, Allah təala qəbul edir. Bir də Əllamə Əl-Mizanda dediyiniz ayə yetişəni deyir, ud'uni. Deyir, məsələ budur, biz bəzi vaxtlar ud'uni eləyənmirik, onu çağırmırıq. Gedirik səcdəyə, səcdədə Allah deyir, amma fikirləşirik ki, filan kəs gözən kömək eləyər, filan kəs gözən kömək eləyər. Sən bir anlıq qopku ilə Allah kiminsə əli ilə eləyəcək, söz onda deyil, vəsilələri inkar eləmirəm, səbəbləri inkar eləmirəm. Müsəbbibul əsbab odur, bütün səbəblərin başında duran odur. Sən seçmə də vəsilə. Sən də özü bilsin də, indi o onunla eləyər, bunu ilə eləyər, filan kəsin eləyər. Bəlkə də heç sən güman yaşıl ağacdan od yandırar. Güman eləmədiyin yerdən eləyər. Axır eləyəcək də, yetər ki, insan o görə bilə də Allahın əlini görmək də çox mühümdür. Ona görə min heysullah yəhdəsib eləyir bəzi vaxtlar ki, güman eləmədiyimiz yerdən görəndə elə onu görürük. O alimlərdən biri deyir ki, bir fəlsəfədə bir şey var da, hər səbəb hər nəticənin səbəbi deyil də. Deyir, amma Allah Teala bəzən elə eləyir ki, bir səbəb bir neçə nəticə verə bilir. Musa əleyhissalam eyni əsanı vurur daşa, daşdan su çıxır. Həmin Musa əleyhissalam eyni əsanı vurur suya, su quruyur, daş olur, cəmaət keçir o tərəf. Kəlamda buna deyirlər, Allah həm səbəbsazdır, həm səbəbsuzdur. Yəni, həm səbəb yaradır, həm səbəbi yandırır. Maraqlıdır. Son qoyurğa gahı görürsən elə bir müşkülə su, gahı yandırmaqla döndərir qəlbi külə su. Allah razı olsun ustadlar. Söhbət şeytandan geçsə də, amma maraqlı oldu. Su ilə qurtardıq. Su ilə qurtardıq. Köpüklə başladı, su ilə qurtardıq. Sonlar çox gözəl idi və əlbəttə intizar uzun olsa da, əziyyətlər çox olsa da,
O bir el arasında söz var. Hicran nə qədər uzun olsa. Bəli, bəli. Allah sizi lütfündən kənar saxlamasın ustadlar. Əski olmayasınız bu cəmiyyətdən. Ümid edirəm ki, inşallah izləyicilərin də xoşuna gəldi və öz rəylərini bildirərlər. Hansı mövzuların müzakirəsini istəyirlər, ustadlar etsinlər. Öz rəylərinizi yazın inşallah. Biz də ustadlara bildirək, məsləhətləşək, həmin mövzunu müzakirəyə çıxaraq. Bəli, Allah iblisə, şeytana lənət edəsin, böyük bir qüvvədir, arxayınlıq olmaz. Ustadların sözləri həqiqətən də möhtəşəm idi. Böyük bir güclə, qüvvə ilə üz-üzəyik, amma Allahdan böyüyü yoxdur, Allahdan güclü, qüvvətli yoxdur. La qüvvətə illa billahil əliyyil əzim. Allaha əmanət olun, sağ olun.